Hamınızı Azərbaycan Türk Ocağı adından salamlayıram və xoş gəlmişsiniz deyirəm. Kərəm müəllim bir pedaqoq idi. Başqalarından fərqli, bir çox alimlərindən fərqli olaraq auditoriyada özünün əldə etdiyi elmi, nəzəri, bilikləri həm də gənclərə öyrədirdi və o gəncləri milli ruhda, milli tarixçilik ruhunda və milli tarixi şuur işığında o gənclərin gələcəyini işıqlandırırdı. Bugün əgər biz sosial media şəbəkələrinə fikir versək, ümumiyyətlə Azərbaycan mediasına fikir versək, görərik ki, Kərəm müəllimin fikirləri həmişə ölümündən sonra belə öz aktuallığını itirmir, daha çox oxucu qazanır, daha çox diqqəti cəlb eləyir. Bu da onunla bağlı idi ki, Kərəm müəllim dediyimiz kimi ənənəvi tarixçilikdən uzaq bir tarixi nəzəriyyəni müdafiə edirdi və öz əsərlərində Türk tarixi kontekstində yazırdı. Kərəm müəllimin dediyimiz kimi təkcə monoqrafiyalarla məhdudlaşmırdı. O həm də bir ictimai xadim idi. Maarifçi missiyasını çox uğurla daşıyırdı. Müxtəlif televiziyalarda, internet, ənənəvi televiziyalarda, kütləvi informasiya vasitələrində və internet resurslarında bugün axtarış eləsək, Kərəm Məmmədov yazsaq, xeyli sayda onun müsahibələrini, onun deməli, təqdirə layiq və bir mənalı mövqeyini, hansı ki, əks elətdirən o fikirləri ilə rastlaşırıq. Təbii ki, bizim üçün ən əsas məsələ ondan ibarətdir ki, Kərəm müəllimin irsi sadəcə öz arxivində qalmır. O, həm də indiki dönəmdə çap olunur bu kitablar. Bu kitablardan bəhrələnən alimlərimiz, bəhrələnən gənc tədqiqatçılarımız olacaq. Borçalı, Gürcüstan, Azərbaycan, Güney Qafqaz tarixində bu kitabda Kərəm müəllimin yazdığı, dediyimiz kimi çapını görmədiyi bir əsərdir. Bu əsərdə həm Borçalının erkən dönəmindən, daş dövrü dönəmindən başlayaraq bütün tarixi mərhələləri və eyni zamanda müasir dövrə qədər bütün prosesləri, tarixi prosesləri izləyib, özü də müxtəlif mənbələrin əsasında bu monoqrafiya yazılıbdır. Çox qiymətli bir əsərdir. Mənbələrə diqqət yönəlsək görərək ki, burada həm ərəb, fars mənbələri, həm erməni mənbələri, gürcü mənbələrinin də çoxluğu diqqəti çəkir. Çünki bu çox deməli, əhəmiyyətli bir məsələdir. Bizim tarixşünaslığımızda ümumiyyətlə Gürcüstan-Azərbaycan tarixi əlaqələrinin öyrənilməsi baxımından gürcü mənbələrinin tədqiqi və elmi dövrəyə gətirilməsi də çox lazımı və əhəmiyyət kəsb edən bir məsələdir. Bu baxımdan Kərəm müəllimin bu əsəri xüsusən diqqətə layiq, düşünürəm, hesab edirəm ki, gələcəkdə də bizim tarixçilərin istinad eləyəcəyi, türk tarixçilərinin istinad eləyəcəyi bir istinad elmi mənbə olacaqdır. Əli bəy Hüseynzadəyə o vaxtı İsmail bəy Qaspıralı Həyat qəzeti nəşr olunanda belə bir məktub yazmışdı ki, bu həyatı nəşr eləyirsən, baxıram ki, ürəyinin qanınla yazmısan. Bu əsəri oxuyanda, bu monoqrafiyanı oxuyanda hiss olunur ki, Kərəm müəllim bu əsəri türk ruhundan, türk qanından və bir də ürəyinin qanınla yazıb. O baxımdan ruhu şad olsun. Onun qoyduğu elmi əsərlər də, onun qoyduğu elmi yolda bu baxımdan bizim üçün bir istinadgahdır, bir istiqamətdir. Kərəm müəllimin bu yubiley törənində 60 yaşının keçirildiyi bir mərasimində təbii ki, Kərəm müəllimin həyatında rolu olan insanlar, alimlər də burada var. Məxsus olaraq o alimlərdən biri hörmətli akademik Yaqub Mahmudovdur. Kərəm müəllimi yaxından tanıyan insan, onun tərcümə halını bilən insanlar bilir ki, Kərəm müəllimin Yaqub müəllimə məxsus bir hörməti vardı, müəllim-tələbə münasibətləri vardı. Mən də onu
zaman bir neçə dəfə tarix institutunda hiss etmişdim, görmüşdüm. Yaqub müəllim yeni tarixçilər nəslinin yetişməsində, tariximizin ümumiyyətlə milli proqramlar əsasında hazırlanmasında çox məxsusi yeri var, əməyi var, çoxlu yetirmələri var. O yetirmələrdən də biri məhz Kərəm müəllimdir. Çox istərdik ki, elə başlanğıcda bu əsərlə bağlı, Kərəm müəllimlə bağlı fikirlərini Yaqub müəllim söyləsin. Buyurun Yaqub müəllim, söz sizdədir. Əziz dostlar, Akif müəllimin çıxışında bir yeri istəyirəm, oradan biraz möhkəm yapışım mən, çünki o məni çox təsirləndirdi. Kərəm Məmmədov elmlər doktoru deyildi. Biz ona çox çalışdıq. Bu Borçalı tarixini işlətmək üçün birazdan mən deyəcəyim. Çox əlləşdik, bu dissertasiyanı onun əlindən çıxarda bilmədik. Amma Kərəm Məmmədov öz fəaliyyəti ilə bir neçə elmlər doktorunun gördüyü işdən daha böyük iş gördü. Ziyalı kimi Azərbaycan tarixində dərin iz qoydu. Və Akif müəllimin dediyi o maarifçilik məsələsi, buna bizim çox böyük ehtiyacımız var. Bu məclisdə də mən özümə boş bilirəm onu deyim ki, Azərbaycan tarixçiliyinin, Azərbaycan ziyallığının çox görkəmli nümayəndələrinin hamısı bu millət üçün ziyallılığı önə çıxarıb. Yəni bizim Zərdabimiz də, Sabirimiz də, Seyid Əzimimiz də, onların hamısı hər şeydən öncə Azərbaycan ziyalısı kimi maarifçiliyi həmişə önə çıxarıblar. Çünki maarifçiliyə bizim öyrənməyə, kökümüzə qayıtmağa, kim olduğumuzu bilməyə də maarifçiliyin çox böyük rolu var. Buna bizim çox böyük ehtiyacımız var. Bugün də ehtiyacımız var və nə qədər ki, keçmiş konsepsiyalardan tamam uzaqlaşmamışıq, sabah da ehtiyacımız olacaq, yaxın gələcəkdə də. Ona görə də mən bugün Kərəm müəllimin ehtiramla adını tutaraq, 60 illiyi sonra bu əsərini qeyd edərkən bildirmək istəyirəm ki, biz Kərəm müəllimin simasında Azərbaycan tarixinin çox dəyərli insanını itirmişik. Amma ondan bizə çox qiymətli yadigarlar qalıb. Bugün mən burada bildirmək istəyirəm ürəyimdən keçəni. Çox qiymətli ziyalılarımızdan biz ayrılmışıq. Çox fəlsəfi fikirlərini, düşüncələrini axıra çatdırmayan ziyalılarımız olub. Amma onlardan 3 gənc yaşında bu dünyada gözlərini qapayan 3 əzizimizdən mən həmişə çox nigaran, çox onlar məni sarsıdır. Onlardan biri adını çəkmək istəyirəm. Bunlar hamısı bir-birində mənim ətrafımda olan insanlardır. Biri Fərman Mahmudov, bizim cavan getdi arxeologumuz. O bugün sağ olsaydı bizim arxeologiyamız tamam başqa bir zirvədə olardı. Çünki mən onu ilə lap cavan vaxtında onun Krupnov kimi alimlə dəyişməyinin şahidi olmuşam. Əli Kömək Təmpəsindən ona bir kisə qədim Qarabağ atlarının dırnaqlarını yığdırıb gətirmişəm. Bizim qazıntı tarixi, arxeoloji mədəniyyətimizin eradan qabaq 7-ci minilliyə, 6-cı minilliyə aparıb çıxartmaq, Eneolit dövründə buğda növləri 7-yə 8-ə qədər Dəmir Hacıyev. Yəni belə bir alim, məsələn, onu itirməyimiz, mən bugün də onu yadımdan heç cür çıxara bilmirəm. Mireydə Mirzəyev, bizim demək olar ki, mədəniyyətimizi, qədim Azərbaycanın Şumer, Babil mədəniyyətinin formalaşmasında bizim rolumuzu ortaya çıxartmağı bacaran alimimiz idi. O da həyatdan tez getdi. Amma Kərəm müəllimin həyatdan daha erkən getməsi, bizim çoxlu fikirlərimiz vardı. O adamı yandırıb yaxır. Bax, bu bizim sözün əsl mənasında bizim elmimiz üçün çox böyük itkidir və şəxsi həyatıyla əlaqədar elə məsələlər var ki, onlar insan adamın yadına düşəndə hökmən təsirlənirsən. Məsələn, Kərəm müəllim öz ideyası yolunda, türkçülük yolunda, qədim türklərin tarixi keçmişinlə əlaqədar bu axtarışları yolunda çox zərbələrə məruz qaldı və mən onu unutmuram. Mən o zaman Respublikanın baş prokuroruna da müraciət elədim ki, buna şərait yaratmaq lazımdır. Heç anasının xəstə vaxtı görüşünə gedə bilmirdi. Yəni, bu mövqe ona o cür ağır zərbələr də vurdu Kərimə. Yəni, bunların hamısının şahidi olmaq, bu məclisdə bunları yada salmaqda niyyətim ondan ibarətdir ki, bugün bizim işığına yığışdığımız bu şəxsiyyətimiz Azərbaycan üçün elə belə şəxsiyyət deyildi. Yəni, bizim maarifçilik tariximiz, türkçülük tariximizin çox böyük siması idi.
Yeri gəlmişkən deyim ki, çox çətin proseslərin hamısında bizim Kərəm kimi özünü yandıran ziyalılarımız olmasaydı, biz tariximizdə, türkçülüyümüzdə bu günə gəlib çıxa bilməzdik. Təşəkkür edirik dəyərli fikirlərinizə görə. Kərəm müəllimin elmi fəaliyyəti ilə bağlı, həm də şəxsi baxımından o səyahətinizdəki o qarşılaşdığınız o maraqlı əhvalatları ki, o türk ruhundan Kərəm müəllimin ki, o milli ruhundan ki, o səfərlərini siz burada nəql edirsiniz. Minnətdarıq, təşəkkür edirik sizə. Təbii ki, mən aparıcı olduğum üçün ayaq üstə danışacağım. İndən sonra çıxışçıların hamısı çəkiliş gedir, o yəni yerində əyləşərək danışsın. Bugün biz bura Kərəm müəllimin bu əsərini, həm də 60 illiyinə yanaşı bu əsərinin elmi məziyyətlərindən danışmaq üçün görüşmüşük. Burada bu kitabda qısaca olaraq onu deyim ki, həm Borçalının coğrafi tarixi var, həm siyasi tarixi var, etnoqrafik tarixi var və Kərəm müəllimin çox gözəl də bir yaradıcılıq, belə deyək ki, piyonu var ki, o tarixdə izi qalan, o tarixi hadisələrin insanların yaddaşında və məişətində qalan, o atalar sözü timsalında yaddaşında qalan, bax bu fikirlərdən, cümlələrdən də istifadə edir və gözəl, maraqlı bir monoqrafiya ərsəyə qoyub. İstərdik ki, sözü biz həm Azərbaycanın Sovetlər dönəmində, həm Azərbaycanın müstəqilliyi əldə edəndən sonra müstəqilliyinin qorunmasında məxsus yeri olan, eyni zamanda tarixdəki o boşluqları bəzən insan elə bunun üçün alim olmağa, o sahənin mütəxəssis olmağa bəzən ehtiyac olmur. Baxır və görür ki, tarixdə o boşluqlar var və o boşluqlar doldurmağa çalışır. Baxın, mən hesab edirəm ki, Həsən müəllim bizim həm məhsuldar tarixçilərimizdən də məhsuldar iş ortaya qoyub, həm Nəriman Nərimanovun işinin araşdırılmasında, həm türkçülüyümüzlə bağlı əsərlərində. Bu son dönəmlərdə də bir yaxşı, maraqlı bir baxışı vardı Həsən müəllimin Novruz bayramından bağlı. Çünki bu Novruz bayramı, Ergenekon bayramını tamamilə başqa istiqamətdə şərh eləməyə çalışan insanlara tutarlı elmi bir cavabı vardı ki, yəni bu türklərin bayramıdır, bu Ergenekon bayramıdır. Bu baxımından biz istərik ki, sözü ağsaqqalımız Həsən müəllimə verək. Həsən müəllim də öz fikirlərini desin. Hakim müəllim, çox sağ olun söz verdiyinizə görə. Yaqub müəllim də çox sağ olsun. İlk əvvəl Kərəmin sağlığında göstərdiyi geniş miqyaslı qayğıya görə və bu gün söylədiyi məlumata görə də bu kitabı hazırlayanları da mən təşəkkür bildirirəm. Yaqub müəllimdir, Nəriman Abdurrəhmanlıdır, Oğuz Kərəmoğludur və Artikoğlu Hüseyin. Onu oxuyacağım, onu deyək. Bizdə Azərbaycanda ümumiyyətlə kitaba qayğı göstərdiyindən kibarlı az adam vardı. Az adam var. Amma o Hüseyin müəllim bu ilk dəfə deyil, başqa kitablardan da mənim xəbərim var ki, nəşrinə qayğı göstərir. Ona görə də ona da xüsusi təşəkkür edirəm. Ziya Bunyatovun sözləri çox yerində düşüb burada. Yaqub müəllim söylədi ki, Tiflis Əmirliyinin tarixini yazdı. Bəli, unudulmuşdu. Heç bilən yox idi. Xəbəri yoxdur. Deyəndə ki, Tiflis Əmirliyi olubdu, deyilə o nə əmirlikdir? Akademiyada nə qədər hücumlar oldu? 12-ci əsrə qədər Tiflisdə heç gürcü yaşamayıbdı. Vaxtdan Qorqasal ki vardı, Vaxtdan Qorqasal anası Gürcü tarixində yazılıbdı. Gürcüstanın özlərinin o tarix kitablarında yazılıbdı ki, Aran prinsesasıdır, yəni Aran hakiminin qızıdır və bu Vaxtdan Qorqasal doğulanda Gürcülər yazırlar ki, anası ona Aran qaydası ilə ad veribdi. Biraz qəliz izah olunur orada. Amma vaxtan ki vardı, tank ki vardı, tankı. Vaxt tankı. O tank tanrı sözündəndir. Gürcülər özləri belə izah edirlər. Amma siz demişkən, biz isə unuduruq. Biz isə unuduruq. Skiflərdən dediniz. Skiflərin deməli Zaur deyəndə tək qalmışdır. Hətta iş əvvəl Zaur Amerikada kitabını nəşr elədi. Bura gəlib deməli dissertasiya yazmaq istəyəndə o vaxt İqrar Əliyev idi direktor və sözsüz ki, İqrarın ab-havasından oturmuşdu, institut o vaxt yaşayırdı. İndi
Melikov var. Rauf Melikov. O sədrliyi idi. Şöbədən buraxmadı ki, amanın günüdür. Bizim institutda skif sözü ilə dissertasiya müzakirə ola bilməz. Niyə? Əgər deyirsənsə bunlar farslılar, olar. Əgər deyirsənsə türklər, onda olmaz. Bu günlər keçdi, getdi. Bu yaxınlarda Türkiyədə xüsusi akademiya yaradıblar. Və o akademiyanın artıq əsərləri vardı. O əsərin birini də mənə hədiyyə verdi. O kitabın atlasdır və Türkiyənin Azərbaycan səfiri mənə hədiyyə verdi. Orada 11 Türk alimi yazıblar ki, Kimerlər prototürkdülər, skiflər və sarmatlar türkdülər. Bir mənalı, 11 Türk alimi. Amma afsuslar olsun ki, Azərbaycanda akademiyanın da daxilində hələ buna qarşı gedənlər vardı. Siz deyirsiniz ki, Koreyada. Bəli, bəzən sual verirlər. Deyirlər ki, Həsən müəllim, bax siz ideyalar verirsiniz. Avropa buna necə baxır? Deyəm, Avropa deyir ki, əvvəl sən öz Azərbaycanlıları inandır. Azərbaycanlıları inandırıb qutarandan sonra hamınız bir söz deyirsinizsə, onda bizə sual verin. Siz öz aranızda baş çıxartmıyorsunuzsa, biriniz Əli deyir, biri Vəli deyirsə, onda bizə müraciət etməyə mənası vardır. Keçim Kərəm müəllimə. Kərəm sözsüz ki, çox xarizmatik bir şəxs idi, düzsə deyim. O xarizmatik şəxs adətən siyasi xadimlərə, dövlət xadimlərinə deyirlər. Bu Kərəm həm xarici görünüşünə görə, həm də danışıq tərzinə görə çox xarizmatik şəxs idi. Yəni dediyinə tez inandıra bilirdi. Və həqiqətən də onun dediklərinə çox inanırdılar. Televiziya kanallarına, YouTube'a girsəniz, doğrudan da doğruya, mən də YouTube'dan baxmışam onun bir çox çıxışlarına. YouTube'da görürsünüz, bir çox görüşləri vardı onun. Öyle elə inandırıcı deyir ki, insan doğrudan da onun dediklərinə inanır. Bəzən olur ki, alimdir, tədqiqat aparıbdır, amma deyə bilmir. Bu ama çox inandırıcı bir şəxs idi və Kərəm alim olmaqla yanaşı böyük maarifpərvər idi. Böyük maarifpərvər idi. O maarifpərvəri də elə bir sahədə idi. Hansı sahə ki, Azərbaycanın hələ lazımı şəkildə öyrənir. Yəni antropologiya. Bizdə var antropologlar vardı. Sözünüzü xəbərim yoxdur onların əsərlərindən. O antropologlar nə yazırlar. Amma Kərəm bu antropologiyanı real bir elmi predmetə çevirmişdi. Real elmi predmetə. Bu çox vacib idi. Niyə? Ona görə ki, Azərbaycanlıların nəinki tarixini, nəinki dilini, hətta antropologiyasında şübhə alanlar vardı. Antropologiya, diliniz deyirlər ki, 12-ci əsrə qədər, Selçuklular gələnə qədər yox idi. Yaqub müəllim, bunu akademiklərimiz, tarix üzrə akademiklərimiz deyirlər. Bugün tarix üzrə akademikimiz yüksək vəzifə tutaraq deyir ki, 12-ci əsrə qədər Azərbaycan ərazisində türk əsilli əhali olmayıbdı. Başa düşürsünüz məsələn. Bax, Kərəmin dəyəri bununla artır. Ki, Kərəm ancaq sadəcə sözlə deyil, sadəcə siyasi bəyanat əsasında deyil, konkret tədqiqatların əsasında antropoloji mövzunu o çox güclü elmi predmetə çevirdi. Amma mən heyfsilənirəm ki, bu yarımçıq qaldı, tez getdi bu. Onun üçün də oğullar lazım bunu davam eləsinlər. O da inanıram mən ki, olacaqdır. Siz də universitetdə, yəni sizin də imkanınız vardır ki, yeni kadrlar tapasınız, seçəsiniz, bunları köməkli eləsinlər. Allah Kərəmə rəhmət eləsin. Ruh şad olsun, kitabı mübarək olsun. Oğluna da can sağlığı ki, atasının işini davam eləsin. Sağ olun. Kərəm müəllimin 60 illik yubileyi idi və onun ruhu buradadır. Kərəm müəllim sazı çox sevirdi, bir türk olaraq, bir türk ruhunun daşıyıcısı olaraq. O baxımdan Zəlimxan Yaqubun Kərəm müəllimə yazdığı bir şeir var, Daş və Tarix. İndi o şeiri saz havasında bizim sənətkarımız Ramin Qarayev ifa edəcək. Ramin həm də Xəzər Universitetinin müəllimidir. Yəni biz Xəzər Universitetinin konferanslarında, elm konferanslarında həmişə öncə onlarda bir konservatoriya var və
belə bir musiqi dəstələri var, onlar ifa edirlər. Ramin, buyur, söz səndə. İndi sözü Azərbaycan Türk Ocağının bərpaçılarından, bizim ideya rəhbərlərimizdən biri Firdovsiyə xanıma verdim. Buyurun Firdovsiyə xanım. Çox nümunəvi, örnək olası haldır ki, görkəmli alimlərimizin yubileyləri istər ya sağlığında, yaxud da fiziki yoxluğundan sonra məhz onların əsərlərinin təqdimatları çərçivəsində keçirilsin, müstəvisində keçirilsin. Fərq eləməz. Mən hətta deyərdim, belə bir ənənə də ola bilər ki, məktəb yaratmış bizim alimlərimizin xatirəsinə də heç yubiley olmadan belə onun çalışdığı istiqamətlər üzrə elmi məclislər qurulsun və o beynəlxalq da ola bilər, respublika səviyyəli də ola bilər və bu zaman həmin o məktəbin fəaliyyəti davam etdirilir. Yəni, sağlığında məktəb yaradır və sonra da o məktəbin davamçıları olur. Mən hesab edirəm ki, bugünkü məclisdə iştirak edən elə başda Kərəm müəllimin oğlu Oğuz bəy olmaqla yeni nəsil tədqiqatçılar, hansı ki, gözəl bir nümunə ortaya qoydular. Borçalı, Gürcüstan, Azərbaycan və Güney Qafqaz tarixində kitabının təqdimatında həm də iştirak edirik və bu baxımdan bu ənənəni də gənclərimiz örnək olaraq davam etdirəcəklər. Çox zaman belə də təəssüf ki, olur ki, yəni təqdimat keçirilən zaman hələ auditoriya o kitabla tam ətraflı təfərrüatı ilə tanış olmaq imkanı qazanmır və düşünürəm ki, bu gün də deməli, bu kitabla hələ bundan sonra daha dərindən tanış olacaqlar. Çünki bu həm də bir kitabın məziyyətləri haqqında söz deyilirsə, bir auditoriyada daha geniş auditoriya mesajdır və maraq yaranır. Məsələ ondadır ki, Kərəm müəllim Borçalı orta əsrlərdə, burada hörmətli Yaqub müəllim dedi, Borçalı orta əsrlərdə adlı doktorluq dissertasiyası üzərində çalışmışdır. Amma bugün bizə təqdim olunan kitab təkcə orta əsrlər xronologiyası ilə məhdudlaşmır. Ta qədimdən deməli, Gürcüstanın müstəqilliyinin bərpası və Borçalı adlı bölümlə bitənə qədər o xronologiya davam edir. Mən düşünürəm ki, yəni Oğuz bəy məhz elə Kərəm müəllimin bu mövzuda yazdığı
bütün o nə əldə olunması imkanlar varsa, o əsərlərini, çıxışlarını o tematikada, mövzularda toplayıb və belə bir ardıcıllıqla onu təqdim edir və bu çox önəmlidir. Çünki mən bir neçə deməli Borçalı ilə bağlı kitablar deməli Yaqub müəllim adlarını çəkdi. Fəxri Valih oğlum Hacı deməli yaxşıdır. Bu yaxınlarda da bir kitab 18-20-ci illəri əhatə edən Azərbaycan-Gürcüstan münasibətlərinə aid kitabı, sonra Borçalı tarixi ilə bağlı başqa da olmuşdu. Amma Kərəm müəllimin kitabı bir başqadır. Bu elə bir həm xronologiyası baxımından başqadır. Yəni nə mənada deyirəm? Ta ki maddi yazılı mənbələrdən üzübəri Borçalı ilə bağlı deməli bütün dövrlər üzrə məlumat var. Bu həm ensiklopedik xarakterli bir nəşrdir. Həm də o mövcud konsepsiyanı belə deyək də o oturuşmuş cürət edilib deyilməyən məqamları cürətlə akademik səviyyədə və mənbələr əsasında təqdim edə bilibdir. Çox sağ olun, təşəkkür edirəm Firdevsə xanım, minnətdarıq bu çıxışınıza görə. İndi istədik ki, sözü Nəsib bəy. Bu kitabın çap olunması məncə çox gözəl bir hadisədir. Kitabı ərsəyə gətirənlərə mən xüsusi təşəkkür eləmək istəyirəm. Yaqub müəllim sağ olsun. Nərman Əbdurrəhmanlıya təşəkkür eləmək istəyirəm. Nərman bəy sağ olun. Çox zəhmət çəkibsiniz. Oğuz da atasının işidir. Həm də bir tarixçi müəlliminin işidir. Hüseyin Artkoğlu'na mən təşəkkür eləmək istəyirəm. Sağ olsunlar, var olsunlar. Bu kitab təzə çıxıb. Mən onu oxuya bilməmişəm doğrusu. Onun haqqında çox danışa bilmərəm. Amma mən biraz tez gəlmişdim. Mənim üçün maraqlı olan bölmələri oxudum. Oxudum və Borçalı tarixi deyirik və yaxud da Borçalı türkləri tarixi desək məncə daha doğru olar. Orada iki bölüm var. Borçalı dövründə Səlcuqlu, bəncə burada biraz Nərman bəy biraz səhv gedib. Borçalı Səlcuqlu hakimiyyəti dövründə olmalıdır da. Bir də başqa bir bölüm var. Borçalı Atabəylər dövründə. Bu həqiqətən Borçalı türkləri tarixinin çox önəmli bir səhifəsidir. Gürcüstan tarixini ümumiyyətlə götürəndə çox önəmli bir səhifəsidir və burada siyasi tərəfi də çox önəmlidir. Əlbəttə, bunun türk məsələsi bilinən bir məsələdir. Əlbəttə, antik dövrdə türklərin bura yerləşməsi ya da Şərq Anadoluya yerləşməsi məsələsi də var. Amma məhz 13-cü əsrdə, 12-ci əsrin sonu, 13-cü əsrin əvvəllərində o Gürcülərin çox fəxr elədiyi və onlar yazırlar ki, Gürcü dövlətçiliyinin zirvəsi idi. Amma Gürcü dövlətçiliyinin zirvəsi bu Qıpçaq silahının əsasında yaranmışdı. Hətta bildiyimiz bir məsələdir, Gəncə bu qalasının darvazası filan məsələsi, bu hamısı Qıpçaqların deməli o Gürcü dövlətçiliyinə xidməti idi. Rəsmi, bilmirəm indi təzə Gürcüstan tarixlərində nə yazırlar, amma köhnə Sovet dövründə yazılan tarixçilikdə 2-3 cümlə vardı. Kipçaki yazır, belə o Rusçada və bir yerdə belə türk adı çəkilmir. Həmin dövrdə, Atrak dövrüdür, ondan sonraki dövrdür və bu iki fəsil çox maraqlı fəsildir. Məncə bu iki bölümü daha da genişləndirmək olar, daha da bu xüsusi bir monografiya temasına çevirmək olar. Biz əvvəllər Sovet dövründə yazırdıq Nizami dövrü. Nizami böyük şairdir, doğrudur. Amma Səlcuqlu dövrü anlayışını gizlətmək üçün Sovet dövründə yazılan Nizami dövründə filan oldu, feşməkan oldu. Bu məhz bu Səlcuqlu dövrü bizim milli tariximizin ən önəmli səhifələrindən birisidir. Bu rəhmətli Xırzoğlu'nun bir kitabı var. Burada oturanlar güman ki bilirlər və Kərəm bəy də istifadə eləyib ondan. Daha geniş şəkildə bu məsələləri işıqlandırır. Gəlir, deməli, Şamaxını tuturlar, işğal eləyirlər və bir də
ayılırlar ki eyni dildə danışırlar. Səlcuqlu ordusundan bu Qıpçaq ordusu eyni dildə danışır və mövqeyini dəyişdirir. Çoxsu da bu Qıpçaqların Səlcuqlu ordusunun tərəfinə keçir. Bugünkü Borçalı ərazisində etnik o quruluşun formalaşmasında həmin dövrün müstəsna bir əhəmiyyəti var. Orada o Qıpçaqların bir hissəsinin xristianlaşması, bu çox önəmli bir məsələdir. Mənim bir dostum var idi, David Arçaşvili. Davidin gözü məndən də çəkik idi. Bir gün David'e dedim ki, David dedim, necə olur? O da Şərqi Gürcüstandandır. Vaşinqtonda elə qonşuyduk bir yerdə. Bu John Hopkins Üniversitetində işləyəndə deyirdim, David, sən məndən daha artıq Qıpçaqsan. Bir güzgüyə bax, o da deyirdi ki, Qalavata, Gruzinskaya. Və həqiqətən o Şərqi Gürcüstanın xeyli hissəsi xristianlaşan o Qıpçaqlar sonradan Gürcüyə çevirirlər. Və Gürcüstanda etnik o quruluşun formalaşmasında bu dövrün müstəsna bir əhəmiyyəti var ki, 2 bölüm buna həsr olunub və daha geniş şəkildə məncə o araşdırılsa daha yaxşı olar. Cumhuriyyət dönəmində Borçalı türklərinin o davranışı da çox maraqlıdır. Bilinən bir məsələdir, onu xatırlatmaq istəyirəm. Deməli yazırlar ki, daha doğrusu bir qətnamə qəbul ediblər. Mərkəzi Tiflis olmaqla Tiflis xanlığının qurulmasını biz istəyirik. Müraciət eləyirlər deməli sultana və Bakıya müraciət eləyirlər. Bu rəsmi sənəddir. O əlbəttə ki 18-ci ildə əlbəttə ki bunu müasirləşdirmək demək ki, nə gözəldir filan, amma bu tarixi fakt. Yəni milli iradəni ortaya qoymaq, o əzmi ortaya qoymaq özü bir hadisədir məncə. Borçalı dirəniş hərəkatına məncə bu kitab bir töhfədir. Borçalıdakı dirənişi biz müxtəlif yollarla ora bir töhfəmizi verə bilərik və Azərbaycanda azdır, çoxdur onun müzakirəsini, mübahisəsini eləyə bilərik. Amma nə qədər ki, orada bizim məktəbdə oxuyan uşaqlar, siz gəlməsiniz, Şah Abbas dövründə sizi bura köçürüblər filan, şuuruna sahib olacaq və aşağılıq kompleksi yaşayacaqlar, o zaman bu dirəniş hərəkatı həqiqətən çox zəif olacaq və tarixçilərin də öhdəsinə böyük vəzifə düşür bu mənada. Allah rəhmət eləsin Kərəm bəyə, Allah rəhmət eləsin, qəni-qəni rəhmət eləsin. İlk təşəbbüsü o göstərdi, Borçalı tarixi bu kitabı ortaya qoydu. Məncə daha geniş bir şəkildə bu mövzunun araşdırılmasına, nəşrinə və yayılmasına, xüsusən də Borçalıda yayılmasına böyük ehtiyac var. Bu toplantını təşkil eləyənlərə, zəhmət çəkənlərə də mən təşəkkür eləmək istəyirəm. Sağ olun, var olun. Baxımdan Azərbaycan ənənəvi televiziyaçılığında müstəqil bir televiziyanın əsasını qoymuş, ictimai televiziyanın əsasını qoyan və həm də bizim təkcə bu siyasi jurnalistikamızın deyil, elmi jurnalistikamızın, bu tarixçilərimizin də bir obraz olaraq cəmiyyətə çatdırılmasında, cəmiyyətə təqdimatında məxsus rolu olan İsmail müəllimə söz vermək istəyirəm. Bir məsələni deyim ki, ictimai televiziyanın yaradılmasının 2-ci ya 3-cü ili idi. Bir qrup qəzetçilər, alimlər ictimai televiziyanın həyətində idik. Həmin vaxt İsmail müəllim gəldi ki, niyə kənara çəkilmişsiniz? Bu televiziya sizin televiziyanızdır, bu tarixçilərin televiziyasıdır. O baxımdan çox saylı, yəni tarixçilərin cəmiyyətdə tanıdılmasına, o cəmiyyətdə o milli tarix şüurunun oyanışında mən deyərdim ki, İsmail müəllimin yaratdığı, qurduğu televiziyanın çox əvəzsiz rolu olub. İstərdik ki, sözü İsmail müəllimə verək. İsmail müəllim, buyurun. Mən tarixçi deyiləm, amma tarixi çox istəyirəm. Tarixçilər də çox istəyirəm. Ədəbiyyat qədər çox istəyirəm, publisistikamız qədər çox istəyirəm. Amma belə bir deyim vardı, elə uşaq vaxtı oxumuşdum ki, tarix
riyaziyyatdan da dəqiq bir elmdir. Ama sonra baxırdım ki, müəyyən bu və ya digər hadisələrə o qədər müxtəlif yanaşmalar var. Fikirləşirdim ki, bilgilərin hadisənin biri belə yazır, biri belə yazır. Sonra anladım ki, bizim tarixi yaddaşımızı silmək üçün, tarixdə olan bu və ya digər xalqımızın rolunu aşılamaq üçün tarixi proseslərdə keçdiyimiz möhtəşəm yola kölgə salmaq istəyən qüvvələr çox olur. Və bu müxtəlif mərhələlərdə daha qabarıq şəkildə özünü göstərib və bir xalqın yaddaşından əgər özünün tarixi silinirsə deməli onun bioqrafiyası silinir. Olmur. O nöqteyi nəzərdən müstəqillik qazanandan sonra şükürlər olsun bizim yeni tarixçilər belə deyək bir məktəbi mi deyim yarandı, yeni bir tarixçilər alimlərdən ibarət mən hesab edirəm ki, çox möhtəbər bir ziyalı dəstəsi yarandı. Bunların sayəsində biz müxtəlif tarixi hadisələrə daha dərindən nüfuz etməyə bacardıq və tariximiz demək olar ki, saflaşdı, durulaşdı. Bir intibah dövrü oldu. Bu nöqteyi nəzərdən mən çox adları çəkə bilərdim. Amma xüsusilə yaşının bu dövründə tariximizə güzgü tutanda çox inatkarlıqla bu və ya digər hadisələri olduğu kimi yenidən insanların, oxucuların diqqətdə çatdıran Həsən müəllimə dərin təşəkkürünü bildirirəm. Mən yaşının bu dövrünə baxmayaraq bu adam arxivdən çıxmır. Bu adam sözün həqiqi mənasında böyük bir alim kimi həm də döyüşür, həm özünkülərlə döyüşür, həm də kənarla döyüşür. Bu çox böyük bir vətəndaşlıqdır, böyük bir şəxsiyyətin yeni bir xislətini də biz burada demək olar ki, aşkar elədik. Və başqa adamların adını çəkməyəcəm, mən dönə-dönə üzr istəyirəm. Mən Firdovsiyə xanımın adını çəkmək istəyirəm. Siz bayaq dediniz, Firdovsiyə xanım bizim tariximizə, mən deyərdim ki, özünün elmi araşdırmalarının özü də çox inandırıcı araşdırmalarından, tapdığı mənbələrin etibarlılığıyla tariximizə çox böyük bir zənginlik gətirdi. Çox böyük zənginlik gətirdi və mən də hardasa bir təskinlik tapıram ki, həm işığına toplaşdırmış, ziyasının işığına toplaşdırmış Kərim müəllimlə, həm Firdovsiyə xanımla biz belə fundamental televiziya filmləri hazırlamışıq. Bu və digər hadisələri həsr olmuş və onlar tarixdir. Və özü şərəfli bir tarixdir. İndi Kərim müəllim haqqında danışırsınız, onun Qafqaz xalqlarının etnoqrafiyası haqqında rus dilli kitabı çıxmışdı və o mövzuda mən başqa bir əsər oxumamışdım. Ona görə bu və digər bu kimi əsərləri Borçalı haqqında, Qarabağ namələrdən biz çəkildik, Qarabağ haqqında, Cənubi Azərbaycandakı bizim bu və digər bölgələrimiz haqqında çox fundamental fikirlərinlə deməli, əsaslanmış televiziya serialları hazırlandı. Alimlər bir millətin ən böyük sərvətidir. Ona görə bu və digər düşmən qüvvələr bir ölkəni istila eləyəndə, işğal eləyəndə birinci onun ziyalarını qırırlar. Firidun bəy Köçərlinin simasında və onun ətrafında olan böyük işığı simasında biz bunu görmüşük. 11-ci Qızıl Ordu gələndə birinci onları qırıblar. Bugün İsrail-İran müharibəsi gedir. Bu dağılmış, İran qalmış şəhərlər yəqin ki bir gün bərpa olunacaq. 5 ilə 3 ilə. Amma 14 alimi 2 günə öldürdülər. İnanmıram ki onlar 14 alim 50 ildə İrandan yenidən əmələ gələ bilsin. Mən ona inanmıram. Yəni alimin ölümü millətin mənəvi xəzinəsinin demək olar ki, viran qalmağıdır. Bu nöqteyi nəzərdən bu işdə zəhməti olan bütün alimlərimizə dərin təşəkkürümü bildirirəm. Var olun. Adını çəkmədiklərində məndən incəməsini xahiş edirəm. Hamısı sağ olsun. Və burada bir məsələni xüsusi diqqətinizə çatdırmaq istəyirəm. Mən bilirsiniz ki, ictimai televiziya sağ olsun Hakim müəllim danışdı. İctimai televiziya yarandığı gündən biz bütün Türk dövlətlərindən elə-belə yalancı, formal xarakteri olan yalancı əlaqə saxlamamışıq. Gündəlik canlı yayında olmuşuq. Gündəliyin təsvir kübərinə qırılıb. Yəni, ekran 4-5 yerə bölünüb, 6 yerə bölünüb, bəzən ən çox 4 yer olub. Birində olurdu Türkiyə, birində olurdu Azərbaycan, birində olurdu Özbəkistan, birində qoşurduq bir Tataristan falan. Yəni, bugün də artıq biz Türk Dövlətlər Birliyinin bir alə kimi təşəkkülündən danışırıq. Elə deyil mi Firdovsiyə xanım? Burada indi mən eşitdim ki, bizim ortaq əlifbamız olacaq. 34 əlifdən ibarət bir əlifba deyərsən razılaşdırılıb. Yəqin ki, bir gün sabah bizim ortaq tariximizə dair dərsliklərdən də söhbət ediləcək və olacaq. Və bu dərsliklərin hazırlanmağında sizlərin, Azərbaycan alimlərinin xüsusi rolu olmalıdır.
Və mən inandırım sizi, bizim alimlərimiz nə Türkiyədə, nə İranda, nə də köhnə MDB-nin başqa məkanlarda olan alimlərdən nəinki zəifdir, qat-qat güclüdür bu tarixi, ortaq tariximizi bilməkdə. Ona görə ortaq tarixin tədrisində bizim sözlərimiz, yəni sizin tapdığınız yeniliklərmi deyim, əsərlərmi deyim, tapıntılar daha önəmli olmalıdır. Daha yaxşı yerlər, mühüm yerlər tutmalıdır. Bu olacaqdır. Bugün mən mətbuatdan izləyirəm, sosial şəbəkədən izləyirəm. Bu ortaq tarixin yazılmağında özündə çox böyük bir mübarizələr gedəcək. Biri deyəcək ki, Sultan Səlim belə elədi, biri deyəcək Şah İsmail elə elədi. Həm burada çox ciddi parçalanma gedir, həm də bizim gənc oxucu nəslimiz tarixi həqiqətlərin dərk etməyində bir çətinlik yaranır. Mən istəyərdim ki, bu məsələlərdə gələcəkdə siz həmişə ortaya qoyduğunuz o böyük alim vətəndaş mövqeyinizi də xahiş edərdim ki, bir daha səfərbər eləyəsiniz. Çox istərdim ki, burada bir xanım əyləşibdir. Bilirsiniz ki, Kərəm müəllim Dövlət İmtahan Mərkəzindən çox sıx əməkdaşlıq eləyirdi. Və bir dəfə mənə zəng elədi, dedi bir yazı var, xahiş edirəm bu yazıya diqqət yönəldəsiniz. Dedim ki, baş üstə, ona sözdür, göndərin yazını. Bu yazı Səməd Ağa Ağamalıoğlu'dan barəsində idi. Bilirsiniz, Səməd Ağa Ağamalıoğlu'nun hansı fəaliyyəti o, indi də gələn il 100 illiyini keçirəcək Bakı Türkoloji, 1-ci Bakı Türkoloji Qurultayında, hansı ki, ortaq türk əlifbasının qəbulunda, ümumiyyətlə ortaq türk terminlərinin qəbulunda çox böyük fədakarlığı var və onunla bağlı ortaq türk əlifbasının yaradılmasıyla bağlı Səməd Ağa Ağamalıoğlu'nun fəaliyyətini əks etdirdim. Mən o yazını çap elədim. Sonra bildim ki, Səməd Ağa Ağamalıoğlu'nun nəvəsi indi burada əyləşmiş bizim Afiqə xanım Batiyeva Kərəm müəllimdən çox yaxşı münasibətləri olubdur. Çox xoş, yəni xatirələri var Kərəm müəllimdən. İstərdim ki, Afiqə xanım danışsın, Afiqə Batiyeva. 2012-ci ildə cənab prezident bizə o vaxtda dərsliklərin monitoringi məsələsini həvalə elədi və ilk olaraq Kərəm müəllimlə birgə biz həmin prosesi qura bildik. Dərsliklərin müzakirəsini nəşrə qədər olan onların maketlərinin müzakirəsini apararaq orada faktların dəqiqliyi, orada yazı üslubu, yəni məzmunun verilməsi, ölkədə tətbiq olunan kurikulum üzrə o təlim nəticələrinin, o alt standartların tələblərinin dərslikdə necə reallaşdırılması məsələlərini biz onunla birgə qurduq. Meyarlar birgə hazırlandı. Uzun zaman çox qızğın müzakirələr keçirildi. Sonraki illərdə Kərəm müəllim ümumilikdə bütövlükdə tarix fənni üzrə seminara rəhbərlik elədi. Onun rəhbərliyi altında qeyd etdiyim kimi hər il proqramın verilməsi, imtahan modelinin hazırlanması bu böyük əhəmiyyət kəsb edilən bir məsələdir. Bax, bu ildə indi hal-hazırda imtahanlar keçirilir. Özünüz bilirsiniz ki, 3-cü ixtisas qrupunda yəqin eşidibsiniz, mətbuatdan da bilirsiniz. Ən çox sənəd verilən bu qrupdur, eləcə də 2-ci ixtisas qrupu. Beləliklə, minlərlə, bəlkə də 10 minlərlə bu gənclərin taleyini həll elə məsələlərdən, onların bilik və bacarıqlarının qiymətlənilməsində, düzgün seçimin aparılmasında bu tarix fənni üzrə olan proqram böyük əhəmiyyət kəsb edir. Eləcə də model, eləcə də o sınaq imtahanı materiallarının verilməsi. Kərəm müəllim həmçinin abituriyentlərin müstəqil olaraq imtahana hazırlaşmaları üçün çoxlu metodik materialların hazırlanmasına müəllif kimi iştirak edib, rəhbərlik edib o prosesə. Əvvəllər yenə qeyd edeyim ki, Yaqub müəllimin rəhbərliyi altında o işlər görülürdü. Hal-hazırda da elmi redaktor kimi Yaqub müəllim bizlə fəaliyyət göstərir və hazırda bu işləri Mehman müəllim davam edir. Mehman müəllim də o yaxın dostuydular Kərəm müəllimlə, birgə işləyirdilər həmişə. Mən onu qeyd eləmək istəyirəm ki, Kərəm müəllimin yeri çox görünür. Çünki o dəfələrlə bunkerdə olurdu. Bunker bilirsiniz ki, qapalı bir şəraitdə və sual kitabçalarının hazırlanması prosesidir. Uzun illər tarix fənnindən heç bir dənə də olsun bizim imtahan materialları arasında heç texniki səhvimiz də olmurdu. Çünki o qədər məsuliyyətli idi, o qədər diqqətli idi ki, materialların verilməsində nöqtə vergülünə qədər ona çox ciddi yanaşardı həmişə. Mən nə deyim, mənim üçün də çox ağırdır bunu danışmaq.
Mən Allahdan rəhmət diləyirəm, məkanı cənnət olsun. Kərəm müəllimin hələ yeri çox görünəcək. Allah ailəsini qorusun. Oğlu onun işini davam edir. Ona da uğurlar arzulayıram. Çox sağ olun. Xalq adamıydı, millət adamıydı. Torpağının, vətəninin, xalqının şərəfini qoruyan bir insanın. Mən Yaqub müəllimə təşəkkür edirəm. O tanış elədi məni. Bir gün oturmuşdum, 2009-cu ilin oktyabr ayıydı. O zaman demək bizim İstanbuldakı başkonsulumuz Seyyədağın zəng elədi. Ki, bəs haradasınız? Dedim, işimizdə onunla məşğuluq. Ki, niyə oturmuşsunuz? Durun gəlin. Dedim, axı, nə olub? Dedi, Yaqub müəllim gəlsindir, onda parlamentdə idi. Və gələndə də bir gürcü gətirəm. Dedim, ay Səhət müəllim, mən gürcünü haradan tapım axı? Bu nə məsələdir, nə olub? Yaqub müəllim gəldi, dedim ki, Yaqub müəllim, belə bir telefon zəngi var. Və Səhət müəllim belə bir şeydir. Dedi, Kərəmə zəng elə. Kərəmə zəng elədim. Dedi, qağa, elə bizim kimi belə bir qırıvlasızı var. Dedim, kimdir? Dedi, Quran Marxulya. Quran Marxulyanı tapıb Azərbaycana gətirən, Azərbaycana dost eləyən məhz Kərəm müəllimdir. Dedim, axı, onu sən necə tanıyırsan? Dedi, çox yaxşı tanıyıram. O da bizim kimi qaçqındır. Bu söz belə işlədir. Demək, onun bir sıra həmin Quramın problemləri vardı. Kərəm müəllimin bilavasitə yardımı ilə o məsələ həll oldu və biz onu Yaqub müəllimlə, Kərəm müəllimin özü və mən, biz buradan İstanbulda onu tapdıq, görüşdük və bundan sonra o Azərbaycanın ən, belə deyək də, çox istənilən qonaqlarından biri. Hətta mən deyərdim ki, familiyasını yazırdı, Əzəm müəllim, tirə qoyurdu, yazırdı Quran Marxulya Əliyev. Hətta cənab prezident onu tərəqqi demək, medalını təzif elədi və o çox iki gözəl, möhtəşəm prezidentin şərəfinə gətirdi. Bəli, və o iki əsər yazdı. Armeniya v poiskах Armeniyi belə bir əsər yazdı. Ermənilər Ermənistan axtarışında və ikinci əsəri isə Azərbaycan xalqının soyğununa aid olan ayrıcı bir monoqrafiyası. Bəli, onu həmən Abxaziyadan qaçqın düşən. Bəli. Və ondan sonra biz Yaqub müəllimin təşəbbüsü ilə 5 böyük beynəlxalq elmi konferans keçirdik. Azərbaycan xalqına qarşı törədilən cinayətlərlə, soyqırım cinayətləri ilə bağlı və bütün bu konferanslarda o bilavasitə iştirak edirdi və Kərəm müəllimə olan onun o sevgisi, məhəbbəti, hətta belə bir şərait gələn ki, Yaqub müəllim buradadır, bilir. 2012-ci ildə Xocalı soyqırımının 20 illiyi münasibətilə Tiflisdə konferans təşkil edildi. Yəni mən onu deyim ki, hərçək ki, gürcüləri burada oturanlar daha çox tanıyırlar, yaxşı bilirlər, amma yeganə bir gürcü ziyalısı və alimidir ki, o Azərbaycana əsl dost və qardaş münasibətini göstərdi və biz indiyə qədər də onunla əlaqə saxlayırıq. Biz onun gedib hətta toyunu da elədik. Onu da deyim, Yaqub müəllim onu bilir. Çox təəssüf ki, Kərəm müəllimlə gedə bilmədik, amma dediyim ondan ibarətdir ki, Kərəm müəllimin təkcə o elm sahəsində deyil, maarifçilik sahəsində deyil, o cümlədən Azərbaycan xalqına dostların qazanılmasına çox böyük əməyi var. Çox böyük əməyi var. Və onu deyim ki, hər dəfə mən onu da xatırladım, Yaqub müəllim bilir, biz demək İstanbula gedəndə bir həftə İstanbuldan İzmirə qədər gecə-gündüz yol getdik və Kərəm müəllimin orada olması bu mühiti tamam dəyişmişdi. Qapıları açmaq istəyirdilər. Bəli, bəli. Bu 2009-cu ilin oktyabr ayıydı. İndi cənab prezident Rəcəb Tayyip Ərdoğanın əvvəllər yanında olan, indi qaçıb gizlənən hər hansı bir partiya düzədənlərin bir çoxlarının təşəbbüsü ilə sərhədlərin, ermənilərlə sərhədlərin açılması məsələsidir.
Və biz də orada Yaqub müəllim başda olmaqla, yəni bütün bu proseslərdə iştirak edib, biz həqiqəti dedik. Hətta İstanbul Universitetində belə bir möhtəşəm hadisə olmuşdu, Yaqub müəllim bunu bilir. Kərəm müəllim, tərcüməçi də Kərəm müəllimidir, Quramın tərcüməçisi Kərəm müəllimidir. Biraz da mən kömək eləyirdim, amma onu demək istəyirəm ki, mənim üçün onun itkisi, siz söz tapa bilmirəm. Telefonu da qalıb məndə. Mən onun telefonu silməmişim. Çünki mənim üçün çox əziz bir adamıdır. Təmiz qəlbli, açıq ürəkli bir insanıdır. Və yazdıqları burada indi hörmətli alimlərimiz öz fikirlərini söylədilər. Bu sırf akademik bir nəşrdir. O faktlarla danışır. Və həmin İstanbul Universitetinə gedəndə, içəri girəndə, hələ həyətə girmişdik. Birdən düşündüm mənə ki, o bizdən deyil. Bir nəfəri göstərdi. Yəni ki, yadında. Dedim ki, kimi deyirsən? Dedi, indi görəcəksən. Həsən mənim, qalxdıq rektorun otağına, Mustafa Aydın. Bu İstanbul Aeroportunun yanında. Girəndə içəri Yaqub müəllim qabaqda. Keçdik, oturanda birdən rektor baxdı ki, həmin Kərəm müəllimin dediyi adam gəlib. Dedi, bu burada nə gəzir? Çıxım deyəndə, Yaqub müəllim soruşdu ki, sayın rektor, nə üçün? Dedi, bu ermənidir. Kərəm baxdı mənə ki, bəs, dedim, sən hardan bildin? Dedi, bunun başına baxdım, bildim ki, bu bizimki deyil. Yəni o praktikada, təcrübədə, bayaq siz sözünüzdə, işlətdiyinizdə, çıxışınızda o sözü ifadə ki, o real şəkildə, o antropologiyanı real şəkildə bilən bir aləmidir. İndi baxada gərək bunun analizin keçirdəsən, yoxlayasın, amma birbaşa dedi. Dedim, qardaş, daha mənim sənə sözüm yoxdur. Və çox xoşbəxtəm ki, belə bir dostum vardı. İndi də var, amma nə deyim, ona görə də Kərəmin yazdıqları hamısı milli tarixşünaslığımız üçün, Azərbaycan ümumiyyətlə tarixşünaslığı üçün çox böyük bir töhfədir. Borçal həm də Qərb Azərbaycanın tarixidir. Bütöv Azərbaycanın bir parçasıdır. Biz başqa şey istəmirik ki, biz bütöv Azərbaycanı istəyirik. Onun üçün də onun bütün ərazilərinin, tarixinin tədqiqi ən mühüm, ən aktual və bugün bizim diplomatiyamız üçün, xarici siyasətimiz üçün çox mühüm bir məqamdır. Ona görə də bu kitabın özü böyük bir töhfədir. Çox böyük bir töhfədir. Və mən Oğuz bəyə, ailəsinə, dostlarımıza, hamısına öz dərin təşəkkürümü bildirirəm ki, məni də dəvət edib. Kərəm müəllim həm etnografiya, həm də antropologiya üzrə gözəl tədqiqatlar aparır. Xüsusilə mən antropologiya üzərində dayanmaq istəyirəm, çünki antropologiya millətin kimliyi ilə bağlıdır və əgər nəzərə alsaq ki, Sovet dönümündə Moskvada, Leningradda hazırlanan konsepsiyalar nəinki Azərbaycan, Türk respublikalarının hamısında xalqların soy kökünü düzgün qiymətləndirməyə imkan vermirdi. Və imperiya dağılığından sonra təbii ki, respublikalarda soy kökünə qayıdış başlayırdı. Və bu istiqamətdə görkəmli alimlər öz xalqlarının, Türk xalqlarının etnik köklərini araşdırmağa başladılar. Obyektiv, yəni artıq şablon əsasında deyil, arxeoloji, antropoloji, etnografik faktlara söykənməklə. Və ilk tədqiqatçılardan biri ki, Azərbaycanlıların obyektiv mənşəyi məsələsini araşdıran məhz Kərəm müəllim oldu. Digər yoldaşlarla bərabər bu istiqamətdə mühüm işlər gördü. Antropologiyanın əhəmiyyəti nədədir? Çünki arxeoloqlar nekropollar açır, insan qalıqlarını üzə çıxarır və bu mədəniyyətləri yaradan, qədim mədəniyyətləri yaradan insanlar kimlər idi? Arxeoloqun yanında antropoloq olanda
onun sözü kəsərli olur. Çünki antropoloji fakt artıq hamı tərəfindən qəbul olunan faktlardır. Bir var adi sözlə deyəsən, amma mütəxəssis olmadan arxeoloqun sözü, nə qədər güclü arxeoloq olsa da söz olaraq qalır. Amma təhlili antropoloq olanda təbii ki, bu nəticələr daha əsaslandırılmış görünür və hamı tərəfindən qəbul olunur. Kərəm müəllim həm də gözəl pedaqoq idi. O, tədris etdiyi fənləri tələbələrinə sevdirə bilirdi. Məhz onun fəaliyyəti nəticəsində Arxeologiya Etnografiya kafedrasında antropologiya fənninə böyük maraq yarandı. Və bu gün də tələbələrimizin xeyli hissəsi sonradan təhsillərini magistraturada, doktoranturada antropologiya üzrə davam etdirirlər. Digər tərəfdən Kərəm müəllim nəinki fənnini sevdirə bilirdi, həm də başa düşürdü ki, bu tədris etdiyi fənlərin tədris vəsaitlərini hazırlamaq lazımdır. Və onun antropologiya üzrə yazdığı dərsi bugün də əhəmiyyətini saxlamaqdır. Yaxud etnografiya üzrə Qafqaz xalqlarının etnografiyası ilə Kərəm müəllim yaxından məşğul olurdu. Onun bu istiqamətdə də xeyli işləri var. Eyni zamanda Qafqaz xalqlarının etnografiyası dərsliyi mövcuddur ki, bugün də aktualdır və düşünürəm ki, uzun müddət bizim tələbələr ondan bəhrələnəcəklər. Kitab yəqin Ağska türklərindən bağlı olanda vermişdim. Deməli, mən diqqətlə dinlədim. Çox dəyərli bizim ağsaqqalların, alimlərin çıxışını, çoxdan görmədiyim Nəsib müəllimlə şad olduq, burada rastlaşdıq. Ya belə yaxşı ara yoxdur, amma hər halda elm məclisdir. Və mən vaxtı çox uzatmaq istəmərəm, çünki burada çox dəyərli fikirlər söyləndi, şəxsi onunla münasibətdə uzun illər olan insanlar xatirələrini danışdı. Belə bir qənaətə yəqin ki, razılaşarsız gəldik ki, Kərəm müəllimin yazdıqları yaza biləcəklərindən qat-qat çox olub. Və o, sanki yarımçıq qalıb onun fəaliyyəti. Yəni, bu fəaliyyətin bir tərəfi var ki, ümumiyyətlə, elm dəqiq ola gərək deyilir, soyuqqanlı ola, nə bilim, məntiq ola, amma elə anlayışlar var, elə sahələr var ki, orada soyuqqanlı olmaq olmur, orada mənəvi anlayışlar da olmalıdır. Və Kərəm müəllim bizim tarixşünaslığımızda da, xüsusən antropologiyada o mənəvi dəyərləri ortaya gətirən adam oldu. Çünki onun ona səlahiyyəti var idi, o mənəvi insan idi, özü o cəhətdən belə əsl mənəviyyat nümunəsi idi. İkinci, borçalışünaslıq və əlavə eləsək ağsaqqalşünaslıq, bu hələ bir elm sahəsi kimi formalaşmayıb. Məncə buna ehtiyac var. Mən vaxtınızı almayıb bizə təklif eləmək istəyərdim ki, bəlkə biz elə Kərəm müəllimin xatirəsinə həsr olunmuş müəyyən bir borçalışünaslıq konferanslarına Elmlər Akademiyası yəqin ki, burada başlaya bilər. Orada ədəbiyyat da var, folklor da var, tarix də var. Bilirsiniz, pərakəndədir, səpələnib hərə bir yerə. Bu bizim mənəvi borcumuzdur, millət borcumuzdur, həm də elmi borcumuzdur. Və Gürcü xalqınla da bu tədbirlər bizi daha da yaxınlaşdırar. Çünki biz haqq iş olmuşuq, bayaq deyildi. Mən sonuncu faktı deyim, bizim Borçalıdan hazırda bu Abxaziya müharibəsində nə qədər insanlar Gürcü ordusunda döyüşüblər. Ağsaqqallar qeyri-qanuni sərhədi keçib buraxılmırdılar. Gürcü ordusunda döyüşüblər. Amma ermənilər Baqramyon batalyonu yaradıb Azəriyada. Çox əxlaqsız, namussuz, qeyrətsiz soyqırımlar törədiblər. Biz üzümüz açıqdır, alnımız açıqdır. Ona görə bax, əgər bunu eləsək kompleks, yəni burada antropologiya da var, ədəbiyyatçılar da ola bilər. Orada bizim böyük ədəbi mühitimiz var. Burada əyləşən qardaşlarımızla məşğul olur ədəbiyyatla. Bu təkliflə mən yekunlaşmaq istəyirəm. Mənə belə gəlir, Kərəm müəllimlə ruhu şadı var. Onun xatirəsinə əsr olmuş borçalışması qalır. Silsilə davam edə bilər. Çox sağ olun. Və xatırlayıram ki, hörmətli Yaqub müəllim onu dəfələrlə
təhvil edir ki, sertifikasiyasını gəlsin. 10 il bundan öncə, 17-ci ildə mən onu məcbur elədim. O sertifikasiyanın ilkin variantını aldım, o məndədirsə. Məndədir, borçalı orta əsrlərdə. Hətta dedim ki, əgər sən bunu fikrini dəyişib hər dəfə müdafiə etməyəsənsə, Yaqub müəllimə getdiyinə biz ən azından bir monografiya kimi çap edək ki, borçalı orta əsrlər tarixi ilə bağlı elə bir əsərimiz yoxdur, belə bir əsər ortada olabilsin. Hətta onun strukturunu düzəltdik bir yerdə, onun strukturu düzəldi və mənim müəyyən suallarım vardı ona ki, mütləq o qaynaqlar yerlərində oturmalıdır. Yəni, əgər sertifikasiya olacaqsa, xüsusi diqqət yetirmək lazımdır. Eyni zamanda monografiya kimi də. Və ilkin variant kimi məndə durur. İnşallah, əgər Oğuz onu gələcəkdə kitab kimi çap etməyə düşünürsə, mən ona istənilən yardımı etməyə və onu monografiya kimi də təkmin ortaya qoymağa hazıram və onun qarşısında mənim bir mənəvi borcum ola bilər ki, Kərəm müəllimdən keçirdiyimiz o günlər, xatırlanası günlərin naminə də mən onu etməyə hazıram. Ona Ulu Tanrıdan rəhmət diləyirəm, nur içində yatsın. Onun diləkləri, arzuları nə qədər geniş olsa da Ulu Tanrı onu o cür düşündü, onu ilə saxladı. Ancaq bizlərin üzərinə yük düşür ki, onun tamamlanmamış işlərini, burada səsləndirildi, konferanslar keçirmək, yenimək, onunla da bağlı fikirləşmək mümkündür. Onun tədqiqatların arealı kifayət qədər genişdir. Ona görə də onunla bağlı düşünməyə ortada müəyyən məsələlər var. Biz ona hazırıq. Və onun bu kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə öz təşəkkürümü bildirirəm və bu bir əlinə ala bilər və onu gələcəkdə genişləndirmək mümkündür. Təşəkkür ederim. Çox sağ olun, Toxum müəllim. Təşəkkür ederim. Müxtarım, təşrifə görə təşriflə dəyərləndirəcəyik təbii ki. Bizdə aslında dediyi o təşrif, bu ki, təşrif, həqiqətən suverənlər təşrifdir. Mətləndirdi. Pedagog kimi. Elə o tək bir dənə onun antropologiya kitabı əvvəl Rusca, sonra Azərbaycanca da çıxdı. O bizim elə ali məktəb təhsil sistemində bir nümunə. O bir elə bir sığır açdı. Kərəm müəllim, biz Azərbaycan tarixi kitabını bizim kafedraya hazırlayanda bu kitabdır. 14-də çıxıb bir 7-8 dəfə nəşr olunub. Respublikanın ali məktəblərinin bir 60-70%-i bu kitabdan dərs keçir. Çalışmışıq bunu Milli Ruhda yazar. Kərəm müəllim yeganə müəllifdir ki, digər kafedradan bizim bu kollektiv zəhmətdir də, bu kollektiv müəlliflər bunu bir yerdə yazmışıq. Digər kafedradan cəlb olunan, çünki o antropologiya sahəsi, Azərbaycan xalqı birisi mənşəyi məsələsi çox ciddi məsələdir. Ona görə Kərəm müəllimi cəlb elədik və Azərbaycan xalqının yaranması, indi bu kitabda formalaşması gedir. Kərəm müəllim də burada öz müəllifliyin saxlayır. Bu 24-də çıxdı, indi 25-də çıxacaq. Ola bilər mən onun ailəsinə bəlkə 25-i verəm deyəni gözləyirəm, bu sonuncu nəşr. Yəni ki, sabah o kitabı da gözləyəcək. Kərəm müəllim bilirsiniz ki, milli məsələdə güzəşsiz bir adam idi. Çox milli ruhlu bir adam idi. Mən onun deyinci bir fakt deyim ki, biz gedirdik, metroda da bəzən yolumuz bir idi, o Suraxan tərəfə gedirdim, mən Sabuncuya. Deyirdi, sən keyfdəsən qardaş. Qağa deyib qalır. Dedim, nəyə görə deyirsən? Deyirsən, o gedir adamları tanımırsan. Amma mən deyir, nə qədər o yassı başlar görürəm, nə qədər erməni. Yəni, mən zülüm çəkirəm. Evə gedənə qədər bu mənfur millətin neçə dənə nümayəndəsi görürüm. Yəni, bu şəkildə belə bir Kərəm müəllim, həm də duzlu adam idi. Kərəm müəllim, ümumiyyətlə, fakültənin dadı duzu idi. Çox belə söhbətçi, şirin söhbəti var. Onun danışdıqlarından həqiqətən də doymaq olmur. Bu cəhətində mən qeyd elədim. Müəllimliyin onu deyir ki, bizim tələbələr onu həqiqətən də çox sevirdilər. Bir də o öz kollektivində, yəni o fakültədən başqa, bilirsiniz ki, o Arxeoloji Etnografiya Kafedrasının həm əvvəl müəllimi idi, sonra oranın müdürü oldu. Mən orada o müəllimlərin, o
o kollektivin ona necə dərin hörmət bəslədiyini qibdə hissi ilə. Yəni mən özüm də istəyərəm ki, bizim işçilər mənə elə münasibət bəsləsinlər. Bilmirəm indi nə dərəcədə mən onu açıq şəkildə onu həmən kafedranın üzvlərindən gördüm ki, bu dərəcədə, yəni orada başqa müdürlər də olub, açıq deyək də. Amma Kərəm müəllimin xüsusi həm fakültədə yeri var idi, həm də kafedrada. İkinci bir istiqaməti deyim ki, biz onunla bir yerdə həmişə İnşallah buradakı səslənən fikirlər də, ideyalar da ki, Kərəm müəllimin yaradıcılığına bağlı, bunları da həyata keçirərik bir yerdə, bir toplum olaraq. Bu cürə insanlarımızı, bu cürə türkçü, bu cürə milliyyətçi, bu cürə elmi potensialı geniş olan və tarixşünaslığımızda yeniliklər gətirən, yeni cığır açan və ümumi ənənəvi tarixçilikdən ümumi türk tarixi kontekstində bu proseslərə, bu hadisələrə, tarixi faktlara yanaşan və yön verən çox az sayda insanlarımız, alimlərimiz var. Var alimlərimiz, nə yaxşı ki, bu alimlərimizi biz hər zaman, yəni bu müəllimlərimizi hər zaman xatırlayırıq. Biz onların yetirməsi tələbəsiyik. Kərəm müəllim də yəni çox sayılı tələbələr yetişdiribdir. Mən bugün baxdım, yəni sosial media şəbəkələrində həddən artıq, yəni Kərəm müəllimin irsinə, onun şəxsiyyətinə bir maraq var. Onun marağı, o maraq həm də Kərəm müəllimin Azərbaycan tarixindən, türk tarixindən bağlı televiziyalarda, ayrı-ayrı internet kanallar, resurslarında etdiyi o çıxışlarla bağlıdır. O Kərəm müəllim bayrağı götürürdü, o bayrağın altında, o bayrağın kölgəsində Azərbaycan tarixinin bütövlüyünü yorumlayırdı. Bütöv Azərbaycan tarixinə, bax o bayrağın altında baxırdı. Və o baxımdan da o, yəni bugünkü gənclərin də, tələbələrin də Kərəm müəllim şəxsiyyətinə, elminə marağı bax oradan doğur. Ruhu şad olsun, Allah qəni-qəni rəhmət eləsin, məzarınınla da olsun. Biz də onun bir toplum olaraq, bir əqidədaşı olaraq, o bir fikir birliyini ortaya qoyaraq Kərəm müəllimin irsini yaşatmalıyıq və gələcək nəslə ötürməliyik. Bir daha bura təşrif gətirən insanlara məxsus olaraq da ağsaqqallarımıza, Yaqub müəllim sizə təşəkkür edirik, Həsən müəllim sizə təşəkkür edirik, Nəsim müəllim sizə təşəkkür edirik, Firdovsi xanım, bütün alimlərimizin adını çək, İsmail müəllim getdi, bütün alimlərimizin, ziyalılarımızın hamısına bir daha minnətdarıq, bir daha təşəkkürlərimizi bildiririk. Var olun, çox sağ olun. Sağ olun.